İzah edirəm 19-cu sual çoxalma və inkişaf bölməsinə. Uşaqlar, baxaq suala. Əvvəlcə yeni tipli suallardır, ona görə deyirəm ki, biraz detaylı baxaq. Deyək ki, hansı səhvdir? Əvvəlcə nəzərinizə bir şey çatdırın ki, Z prosesinə baxırsınız. Bax, Z nə idi? Mən sizə nə demişdim? Demişdim ki, ümumiyyətlə aybaşı 3 sıfırdan ibarətdir. 1. Aybaşı fazası, demişdim minimum 3, max 5. Aybaşdan sonraki faza minimum 9, maksimum 10 gün, testlərdə də var. 14 gün folikul yetişirdi, amma folikul yetişməsi üçün cəmi 14 gün tələb olunurdu. Bax, yadda saxlayın. Və üçüncü faza sarı cisim idi. Sarı cisimdə nə üçün idi? Demişdim, növbəti folikulu yetişməsini ləngidir və əgər yumurta hücrə mayalanıbsa, onun implantasiya qədərki dönəmini təmin edir. Yəni, implantasiyaya qədər olan yapışmasını təmin etmiş olur. Yeni keçdik suala. Nədir? Burada Z mərhələsi. Fikir verirsinizmi? Z mərhələsi nə demək? Z mərhələsi o demək ki, hələ ki folikul yetişir. Düz deyilmi? Və sonra gəldi X-ə baxırsınız. X-imiz hansı mərhələdə? Ovulyasiya mərhələsidir. Fikir verirsinizmi? Ovulyasiyadır. Və Y-ə baxırsınız. Artıq Y nə deməkdir? Artıq folikul yumurta hücrədən çıxır və sarı cisim mərhələsidir. Yəni biz buna ilkin dövrə kimi baxsaq, Z birinci faza, sonra X deməli, nədir onun adı? İkinci faza və Y isə üçüncü faza kimi dəyərləndirsə, suallar daha detaylı baxarıq. Zaten bizdən səhv istəyir. Y hansı fazaydı? Sarı cisim fazası. Bu prosesdə uşaqlığın divarı rüşeymi qəbul edə biləcəkdir vəziyyətə gəlir. Yəni, qalınlaşır və qan damarları zənginləşir. Doğrudurmu? Təbii, doğrudur. Çünki sarı cisimin, yəni belə deyək də, sona qədər çalışır ki, uşağın selilik qışasını neynəsin? Kömək eləsin də, belə deyək də, folikulun yapışmasına kömək eləsin. Z-ə baxırıq, Z hansı mərhələdir? Birinci mərhələ idi. Z prosesində yumurtaqdakı folikullardan adətən biri yetişir. Bəli, doğrudur. Siz bilirsiniz ki, eyni yumurta əkizlərində normal, ümumiyyət fərqi yox da. Normada hər folikuldan bir yumurta hücrə çıxırdı. Doğrudur. X, Y və Z prosesləri hər bir yumurtaqda eyni zamanda və eyni anda və bir dəfə baş verir. Proses bir dəfə olmanın bir dəfə baş verir. Amma ardıcıl olur. Yəni, eyni anda olması mümkündür. Əvvəlcə aybaşı fazası, sonra aybaşdan sonraki faza və sonra sarıcı. Yəni, bunlar bir-birini periodik olaraq neynəməlidir? İzləməlidir və biz də buna siklik proses deyirik. Ona görə C variantı səhvdir. İstəyirsiniz Z-ə də baxaq, daha D variantına. Z prosesində 6-cı gündə uşaqlığın divarı minimum qalınlaşma olur. Nəzərinizə çatdırın ki, baxın, uşaqlığın selilik qışası ən minimum qalınlaşma dönümü, yəni ən nazik dönəmi ümumi aybaşının 6-cı günü, ikinci siklin isə ilk günüdür. Aydındırmı? Amma ümumi uşaqlığın selilik qışasının ən belə qalınlaşdığı dövrsə ümumi 28-ci gündür, yadda saxlayın. Yəni 28-ci gün uşaqlığın divarının maksimum qalınlaşması dönəmi ki, artıq bu dövrdə tam qalınlaşır və artıq əgər yumurta hücrə mayalanmayıbsa, nə baş verir? Aybaşı sikli baş verir. Və ona bir bariz nümunə olaraq bu şəkildə göstərmək olar. Baxın, uşaqlığın selilik qışasının divarı qopur. Sonra ən minimum dönəmdir, 6-cı gün, 5-ci 6-cı gün ən minimum dönəmdir və tədricən aybaşın sonuna yaxın uşaqlığın selilik qışasının divarı ən maks olur, qalın olur. Aydındır? Y variantda da aybaşı siklində baş verən proseslər Z, X və Y ardıcıqla baş verir. Bəli, əvvəlcə birinci, sonra ikinci mərhələ və sonra üçüncü mərhələdir. Baxın, yeni bir sual. Çoxalma və inkişaf bölməsində sonuncu sual və 51-52 və yeni suallardır, yeni tipli suallardır. Verilən məlumatlara əsasən sağlam qadında göstərilən yaşa qədər təqribən maksimum neçə ədəd yetişmiş yumurta hücrə ilə mayalanmayıb. Baxın, əvvəlcə qadının 39 yaşı var. Uşaqlar, 39 yaşı olmasına baxmayaraq, qadın cəmi bir dəfə hamiləlik keçirib. Nə olsa 3 dənə uşaq doğub. Amma üçü də eyni yumurta kisləri olduğuna görə cəmi cümlətən bunun bir yumurta hücrəsi mayalanıbdır. Düzün, bir hücrəsi mayalanıb. Və mayalanma müddətindən sonra, yəni hamiləlik də 9 ay çəkdiyinə görə, bu qadın 9 ay ovulyasiya etməyibdir. Yəni 9 ay yumurta hücrəsi nə olub? Yetişməyibdir. Və nəzərinizdə burada bir şey də çatdırın və deyək ki, aybaşı sikli 30 gündür. Yəni birinci etap eləyək ki, məsələn, başa düşək. Başlayıram. Qadının 39 yaşı var. Maksimum olması üçün onun uşaqlıq dönəmi 10 yaşı çıxmamız gərəkir. O birisi məsələdən minimum veriblər. Onda 12 yaşa çıxacaqsınız. İndi bizə max dediyinə görə daha tez başlamalı. 39-dan da 10 çıxanda neçə qalır? 29 il bu qadın folikulaları yetişdirir. Yəni yumurtalığı folikul yetişdirir. Neçə il elədir? 29 il. Və qadın deyir ki, 30 günlük aybaşı siklidir. 30-da necə tapırdı? 365-i bölür düz 30-a. Bu ilə neçə verirdi? 12 folikul verirdi. Düzdür uşaqlar? Yəni hər ay veri yetişdirir. Qadın neçə il yumurtalıq fəaliyyəti? 29 il. 29 ili
və ildə 12 folikul olmaq şərtindən vuranda eləyir nə qədərəm? 348 dənə folikul. Düzdür uşaqlar? Düzdürmü? Deməli, qadın 348 dənə folikul yaratmış olardı, əgər hamilə keçirtməsəydi. Amma qadın hamilə olub və hamiləlik də 9 ay çəkdiyinə görə və eyni yumurta kisləri olduğuna görə cəmi bir yumurta hüceyrəsi mayalanıbdır. Amma 9 ay folikula yetişdirməyib. Deməli, nəyə çıxacaqsınız? 9 folikulun payını çıxmalıyıq. Ona görə 348-dən də 9 folikul, yəni hamiləlik vaxtı yetişməyən folikullara çıxanda geridə 339 folikulu qalır. Bir də soruşurdu ki, sonda yetişmiş yumurta hüceyrələrdə neçəsi mayalanmıyor və rəqəm neçə olacaq? 339. Bildinizdə necə oldu? Yəni 348 folikul, əgər hamiləlik baş tutmasaydı, bu qədər folikul yaradacaqdı. Hamiləlik baş tutduğuna görə 9 folikul yaratmayıb deyənə, ümumi folikulların sayından 9 folikulun sayını çıxacaq və geridə qalan 339-u mayalanmamış folikul hesab olunacaq. Hə, 270-280 gün, yəni tamamlanandan sonra təbii doğuşaqda baş verir. Demişdim ki, doğuşu da hansı nə olurdu? Uşaqların divarı yığılırdı, oksitosində tənzimləyir və təbii doğuşda reallaşırdı. Aydın oldu mu? Və sonraki dönəmlər artıq bilirsiniz. Bax, bir şey mərhələsi yadda saxlayın. Bədənin başı nisbəti 2 ayında gördüyümüz kimi nisbətdir. Yetkin insanda 8-in 1-ə nisbəti olur, yadda saxlayın, yetkin adamda. Necə olur? 8-in 1-ə nisbəti. Baxın, deməli, uşaqlar, yeni doğmuş uşaqlarda bu nisbət 1-in 4 olur. Başın bədənə nisbəti 1-in 4 olur. 2 yaşındakında 1-in 5 olur. 2 yaşındakı uşaqda 1-in 5 olur. Sonra 6 yaşındakı 1-in 6 nisbət olur. 12 yaşındakı 1-in 7 olur. Yetkin adamda isə 1-in 8 olur. Yəni, baş nisbətləri tədricən dəyişir. Aydındırmı? Yada saxlayın. Yeni doğulmuş uşaqlarda anadan gəlmə yalnız oma əyriliyi olur. 2 ayından etibarən boyun əyriliyi, ontogenezdə formalaşan deməli, lordoz əyriliyi formalaşır, boyun əyriliyi. 5-6 ayından etibarən döş əyriliyi formalaşır ki, uşaq oturmağa başlayır. Bu da postembriyonal dönəmdə ikinci əyriliyi hesab olunur. Artıq 1-ci yaşından oma əyriliyi, bel əyriliyi formalaşır ki, uşaq dik qalxıb yerir. Deməli, belə çıxdı ki, ontogenezdə 4 əyrilikdən biri oma əyriliyi anadan gəlmədir. Embrion dönəm, döl dövründə formalaşır. Lakin boyun əyriliyi, döş əyriliyi, bel əyriliyi post-embrional dövrdədir. Yəni, sonraki dönəmdə yaranır. Yəni, 4 əyrilikdən bir embrion, üçü isə post-embrion dönəmdə formalaşır. Aydın oldu mu? İndi gəlin bir dəqiqə, ortası şəkillərdə bir daha baxaq. Süd əmmə mərhələsi 5 ay vacibdir. Çünki bilirsiniz ki, 6-cı aydan etibarən süd dişləri çıxır. Əmməsi bir problem deyildi, amma süd dişləri çıxması 6-cı aydan etibarən. Yəni, süd əmmə 5 ay hesab olunur. 5 ay hesab olunur. Dövr başqa şeydir. Cift dediyi budur, bəxtlər vurğuladım. Deməli, bir arteriya venaları vurğuladım. Cift bu cürədir. İndi əkizliklərdə ehtiyac olsa izah edərəm. Bax, görürsün, göl ətrafı mailəyilirdi. Uşağı səsdən, zərbədən qoruyurdu. Bu isə spermatozoidun gördüyümüz kimi yumurta hüceyrəyə belə deyək, hücum etməsidir. Maylamada yalnız bir iştirak edir, qalanlar iştirak etmirlər. Bu da nə idi? Folikul partlayaraq uşaqla doğru etdiyi hərəkətdir. Aydın oldu mu? Bu da bizim saat fazalarımız idi. Görürsünüz mü? Belə. Baxın, yeni bir sual. Çoxalma və inkişaf bölməsində sonuncu sual və 51-52-ci əldə yeni suallardır, yeni tipi suallardır. Deyir, verilən məlumatlara əsasən sağlam qadında göstərilən yaşa qədər təqribən maksimum neçə ədəd yetişmiş yumurta hüceyrə mayalanmayıb. Baxın, əvvəlcə qadının 39 yaşı var. Uşaqlar, 39 yaşı olmasına baxmayaraq, qadın cəmi bir dəfə hamiləlik keçirib. Nə olsun, 3 dənə uşaq doğub. Amma üçü də eyni yumurta kisləri olduğuna görə cəmi cümlətən bunun bir yumurta hüceyrəsi mayalanıbdır. Düzün, bir hüceyrəsi mayalanıb. Və mayalanma müddətindən sonra, yəni hamiləlik də 9 ay çəkdiyinə görə, bu qadın 9 ay ovülyasiya etməyibdir. Yəni 9 ay yumurta hüceyrəsi nə olub? Yetişməyibdir. Və nəzərinizdə burada bir şey də çatdırın və deyir ki, aybaşı sikli 30 gündür. Gəlin birinci etap eləyək ki, məsələn, başa düşək. Başlayıram. Qadının 39 yaşı var. Maksimum olması üçün onun uşaqlıq dönəmi 10 yaşı çıxmamız gərəkir. O birisi məsələdə minimum veriblər. Onda 12 yaşı çıxacaqsınız. İndi bizə maks dediyinə görə daha tez başlamalı. 39-dan da 10 çıxanda neçə qalır? 29 il bu qadın folikulaları yetişdirir. Yəni yumurtalığı folikul yetişdirir. Neçə il elədir? 29 il. Və qadın deyir ki, 30 günlük aybaşı siklidir. 30-da necə tapırdı? 365-i bölür düz 30-a. Bu ilə neçə verirdi? 12 folikul verirdi.
Düzdür uşaqlar? Yəni hər ay veri yetişdirir. Qadın neçə il yumurtalıq fəaliyyəti? 29 il. 29 ili və ildə 12 folikul olmaq şərtindən vuranda eləyir nə qədərəm? 348 dənə folikul. Düzdür uşaqlar? Düzdürmü? Deməli, qadın 348 dənə folikul yaratmış olardı, əgər hamilə keçirtməsəydi. Amma qadın hamilə olub və hamiləlik də 9 ay çəkdiyinə görə və eyni yumurta hissləri olduğuna görə cəmi bir yumurta hüceyrəsi mayalanıbdır. Amma 9 ay folikula yetişdirməyib. Deməli, nəyə çıxacaqsınız? 9 folikulun payını çıxmalıyıq. Ona görə 348-dən də 9 folikul, yəni hamiləlik vaxtı yetişməyən folikullara çıxanda geridə 339 folikulu qalır. Yəni bunun 339-u folikulu yetişməyib. Aydın oldu? O birisində də yenə eyni tipli məsələdir. Sadəcə orada minimumdan veriblər. Onda 12 yaşdır. Eyni şeylərdir, yəni eyni tipli məsələlərdir. Ümid edirəm anladınız, yeni tipli məsələdir. Hə, 270-280 gün, yəni tamamlanandan sonra təbii doğuş vaxtı baş verirdi. Demişdim ki, doğuşu da hansı nə olurdu? Uşaqların divarı yığılırdı, oksitosində tənzimləyir və təbii doğuşlar reallaşırdı. Aydın oldu mu? Və sonraki dönəmlər artıq bilirsiniz. Bax, Rişey mərhələsi yadda saxlayın. Bədənin başı nisbəti 2 ayında gördüyümüz kimi nisbətdir. Yetkin insanda 8-in 1-ə nisbət olur, yadda saxlayın, yetkin adamda. Necə olur? 8-in 1-ə nisbəti. Baxın, deməli, uşaqlar, yeni doğmuş uşaqlarda bu nisbət 1-in 4 olur. Başın bədənə nisbəti 1-in 4 olur. 2 yaşındakında 1-in 5 olur. 2 yaşındakı uşaqda 1-in 5 olur. Sonra 6 yaşındakı 1-in 6 nisbət olur. 12 yaşındakı 1-in 7 olur. Yetkin adamda isə 1-in 8 olur. Yəni, baş nisbətləri tədricən dəyişir. Aydındırmı? Yada saxlayın. Yeni doğulmuş uşaqlarda anadan gəlmə yalnız oma əyriliyi olur. 2 ayından etibarən boyun əyriliyi, ontogenezdə formalaşan deməli, lordoz əyriliyi formalaşır, boyun əyriliyi. 5-6 ayından etibarən döş əyriliyi formalaşır ki, uşaq oturmağa başlayır. Bu da postembriyonal dönəmdə ikinci əyriliyi hesab olunur. Artıq 1-ci yaşından oma əyriliyi, daha çox bel əyriliyi formalaşır ki, uşaq dik qalxıb yeriyir. Deməli, belə çıxdı ki, ontogenezdə 4 əyrilikdən biri oma əyriliyi anadan gəlmədir. Embrion dönəm, daha çox döl dövründə formalaşır. Lakin boyun əyriliyi, döş əyriliyi, bel əyriliyi post-embrional dövrdədir. Yəni, sonraki dönəmdə yaranır. Yəni, 4 əyrilikdən biri embrion, üçüncüsü post-embrion dönəmdə formalaşır. Aydın oldu mu? İndi gəlin bir dəqiqə, ortası şəkillərdə bir daha baxaq. Süd əmmə mərhələsi 5 ay vacibdir. Çünki bilirsiniz ki, 6-cı aydan etibarən süd dişləri çıxır. Əmməsi bir problem deyildi, amma süd dişləri çıxması 6-cı aydan etibarən. Yəni, süd əmmə 5 ay hesab olunur. 5 ay hesab olunur. Dövr başqa şeydir. Cift dediyi budur, bəxtlər vurğuladım. Deməli, bir arteriya venaları vurğuladım. Cift bu cürədir. İndi əkizliklərdə ehtiyac olsun da izah edərəm. Bax, görürsünüz, döl ətrafı mailləyinirdi, uşağı səsdən, zərbədən qoruyurdu. Bu isə spermatozoidun gördüyümüz kimi yumurta hüceyrəyə belə dedik, hücum etməsidir. Maylamada yalnız bir iştirak edir, qalanlar iştirak etmirlər. Bu da nə idi? Folikum partlayaraq uşağa doğru etdiyi hərəkətdir. Aydın oldu mu? Bu da bizim saat fazalarımız idi. Görürsünüz mü? Belə, istəyirsiniz, indəkizdə izah edim. Baxın, 24-cü və 25-ci suallar köhnə test toplusunda yoxdur və yeni yanaşma tələb edir. Deyir ki, cinsət vəzdən axacaqları ifrazat sisteminə açıldığı insan deyir. Deməli, açıldığı insan kimdən gedir? Kişilərdən, yəni məməlilərin erkəyindən gedir söhbət. Yəni bizdən gedir də daha dəqiqdəsi, insandan gedir. Çünki mən nə demişdim? Demişdim ki, toxumluqda yaranmış spermatozoidlər kisədə gəlir, toplanırdı. Sonra prostat vəzini ifraz elədi, maye ilə qarışıq spermanı yaradırdı. O da nə idi? Demişdim ki, deməli həmin kanal vasitəsilə, daha çox axacaq vasitəsilə, ümumi silik cinsi dəlik vasitəsilə kanaldan daha çox xaric olurdu. Amma qadınlarda xatirinizdə nə deyirdim? Deyirdim, silik cinsi dəliyi ayrı-ayrı yerlərdən açılırdı. Düz deyilmi? Bu da deyir, nə istəyir? Deyir, açıldığı insan. Demək, kimi istəyir? Kişini. Demək, bizdən kimi tələb edir? Kişi fərdlər tələb edir. Eləmi? Boy artımı 20 yaşa qədər davam edir. Bəli, mən qadınlarda demişdim, adətin üzrə 18 idi, kişilərdə isə 20. Doğrudur. Cinsət xromosomuna görə 2 cür qametlər əmələ gəlirlər. Bəli, gəlin əvvəlki cinsət xromosomları bir daha yadınızda salaq. Nə deyirdim? Deyirdim ki, kişilərdə X, Y idi. Cinsi xromosom müxtəlifli. Məməlilərdə bilirsiniz ki, erkəklərə məxsusdur. Yəni, bizim erkəklərimiz heteroqameti. Hetero nə idi? Müxtəlif tipli qamet hazırlayanlar. Bu 44-ü nə deyirdi? Deyirdi autosom. X, Y isə cinsi xromosomlardır.
Aha. Deməli, baxaq. Bunun verdiyi müxtəlifliyi, yəni 2 cür qamət verəcək. 22, 22. Biz bunlara fərqlənməyən xromosomlara nə deyirik? Deyirik autosom. Bu hər bir cinsi xromosom, hər qamətə bir dənə cinsi xromosom düşür. Görürsünüzmü? Məməlilərin erkəkləri heteroqamet olduğuna görə, yəni qametlərində müxtəliflik olduğuna görə 2 tip qamət verirlər. Bu bütün məməlilərə aiddir. Aydınmı? Söhbət dərs tutuşanlara da aiddir. Amma gəldik, çıxdıq, biz qadın olaraq məməlilər dişisindən gedir. Məsələn, mən özümü götürürəm. XX-dir, düzdür uşaqlar? Autosom müxtəlifliyi, onsuz da bizdə 22 idi. Yəni, autosom deyirəm, kişi ilə qadında fərqlənməyən xromosom dəstləridir. Amma mənim cinsi xromosomlar ikisi də X olduğuna görə biz bir tip qamət verəcəyik. Bizim başqa verə biləcəyimiz qamət ola bilməz, çünki bədənimiz başdan ayağa X-lərdən ibarətdir. Aydındır mı? Ona görə də 2 tip fərqli qamət verirsə sözü kimə aid olacaqdır? Məməlilərin erkəklərinə. Bu proses quşlar və sürünənlərdə əksidir. Quşlar və sürünənlər erkəkləri homoqametdir. Mən onu ontogenezdə daha izah edəcəm. Dişiləri isə heteroqamet. Yəni onların belə deyək də cinsiyyəti dişilərdən asılıdır. Məmələrdə tam əksidir. İndi nə deyib? Cinsiyyət xromosomuna görə 2 cür qamət əmələ gətirib? Bəli. Düzdürmü? 22X, 22Y-dir. Deməli, bizim məməllər erkəklər cinsiyyəti bəlirləndirir, yəni təyin edir. Sonra, maylama baş verə bilər. Xeyr, erkəkdə maylama olmurdu. Qarışıq vəzləri yalnız bədən boşluğunda yerləşir. Gəlin, indi biraz buna detaylı olaq. Sual çox incə sualdır. Baxın uşaqlar, mən demişdim ki, insan bədənində 3 dənə qarışıq vəzi var. Amma 2 növ sayılır. Bir dənə mədə-altı vəzi, o qadınla kişilərdə qarın boşluğunda yerləşirdi. Əgər kişi isə də toxumluqlar, yəni cinsiyyət vəziləri bədən boşluğunda yerləşmir. Çünki xayal kisəciklə bədəndən kənar sayılır. Düzdürmü? Ona görə kişilərdə baxmayaraq ki, 3 dənə qarışıq sekresiya vəzisi var. Biri mədə-altı, 2 toxumluq. Mədə-altı yerləşir qarın boşluğunda, toxumluqlar, yəni xayallar isə yerləşir bədəndən kənarda. Yəni kişilərdə bir dənə mədə-altı vəzi yalnız qarın boşluğuna düşür, yəni boşluğa düşür. Amma mən əgər qadınamsa da, qadınlarda əksidir. 2 dənə yumurtalıqlarımız düşür çanaq boşluğuna, bir dənə mədə-altımız da düşür qarın boşluğuna. Yəni, qadınlarda olan qarışıq sekresiya vəzlərinin 3-ü də, amma 2 növ sayılır, cinsiyyət və həzm vəzləri, 3-ü də düşür hara? Boşluğa. Aydın oldu mu? Amma bir dənə haşiyədən kənara çıxım. Məsələn, testdə sual düşür. Deyir ki, 9 yaşlı uşağın neçə dənə qarışıq sekresiya vəzisi var? Vəzi 3-ü də var. Yumurtalıqlarda var, mədə-altısı da var. Amma fəaliyyətdə də yalnız mədə-altısı. 10-12 yaşından etibarən 3-ü də fəaliyyətə düşür. Aydın oldu mu? Kişilərdə biraz gec düşür. Neçə yaşına düşürdü? 13, 16, 13 hətta 14 bəzi dəstələrə görə. Amma yenə də mədə-altı həmişə var, həmişə də işləyir. Ölənə qədər. Yumurtalıq və toxumlarımız anadan olanda onsuz da ana bətnində belə olurdu. Sonradan sadəcə cinsi yetkənlik dönəmində artıq fəaliyyətə başlayırdı. Aydın oldu? Oldu. Sonra indi bildiniz də qarışıq vəzlərdə yalnız bədən boşluğuna yerləşsə bu qadına aid olmalı. Bu kişiyə aid olan cümlə deyildir. 5, 13, 14 yaşından başlayaraq qamət əmələ gətirir. Bəli, bu da doğrudur. 25-ci sualı izah edirəm. Cinsiyyət vəzlərin axacaqları ifraza sistemi ilə açılmadığı nə olacaqdır? Bu qadın istəyir. Demək, bizə kim lazımdır? Bizə qadın. Düzdürmü? Qametogenez prosesi bədən boşluğunda baş verir. Bəli, qametogenez nə idi? Qametlərin yaranma mərhələsidir. İndi mən ontogenezdə onları tam detay 3 mərhələni izah edəcəm. Hələ bizə bura qədər lazımdır. Bəli, bədən boşluğunda, yəni xüsusən çanaq boşluğunda baş verir. Doğrudurmu? Doğru. Boy artımı 20 yaşına qədər davam edir. Xeyr, 18-ə qədər davam edir. Bu kişiyə aid olan cümlədir. 2 bədən boşluğunda venoz qan arterial qana çevrilə bilər. Yadınızda saxlayın, nə kişilərdə, nə qadınlarda. Venoz qan arterial qana yalnız döş boşluğunda baş verir. Söhbət kiçik qan dövranından gedir. Axı mən demişdim ki, ağciyərlər hansı boşluqda yerləşir? Ağciyər, döş boşluğunda. Və bilirsiniz ki, ağciyərlərdə venoz qanın arteriallaşması baş verdiyinə görə bu kişi ilə qadına fərqlənmir və bu yalnız bir boşluqda baş verə bilər. Amma arterial qanın venoz qana çevrilməsi böyük qan dövranıdır deməkdir. Bu da bütün boşluqlarda baş verir. Bu nə kişi, nə qadına aidiyyəti yox idi. Aydındır? Sonra qarışıq vəzləri yalnız bədən boşluğunda yerləşir. Bəli, bu da qadına aid olan cümlədir. Aydın oldu? 6. Baxın, bu sual təzəlikdə düşüb qəbula. İmla bu şəkil idi. Baxın, bax görürsünüz, 4-cü, 5-ci günə qədər uşaqların seyrik şası baxın, uşaqlar qanlı kütlə ilə, yəni ifraz olunur. Yəni buna nə deyir? Deyir aybaşı. Deməli, X hansı fazadır? Birinci faza.
Y isə gördüyümüz kimi hansı fazadır? Ay başdan sonra. Demirdim mi, bayaq uşağın seyir qışası ən az bərpa dönən 5-ci 6-cı gün olurdu. Adət üzrə 6-cı gün olur. Sonra tədricən divarlar qalınlaşır və ən qalın gün sonuncu gün olurdu. Demək, Y ay başdan sonraki faza 14-cü gün əslində ovülyasiya günüydü, folikulun partlaması, sonraki də sarıçın fazasıdır. Xatırlatma etdim. Qaydıq sualı. 11 yaşlı qızlarda demişdim neçə yaşdan başlayacaq? 12. Demək, artı 11 yaşlı uşaqda ola bilər, olmaya da bilər. 11 yaşlı qızda X, Y və Z fazları olmaya da bilər. Bəli, olmaya bilər. Bəlkə uşaq elə 12 yaşdan sonra başlayacaq. Normaldır. Z fazası, Z hansıdır? 14-cü gün sarıçın fazasıdır. Bir şeyin əmələ gələ bilər. Bəli, bilər. Bilirsin nəyə görə? Mən yadınızdadırsa nə deyirdim? Deyirdim ki, folikul partladıqdan sonra yumurta hüceyrənin tam yetişməsi uşaqlıq borusunda baş verirdi və hamımızın da ontogenezi uşaqlıq borusunda start verilirdi. Düzdürmü? Yəni yumurta hüceyrənin tam yetişməsi, spermatozoid ilə qametlərin görüşməsi, mayalanma, ontogenez hamısı harda oldu uşaqlar? Boruda. Bəli. Axı dedim, sarıçın 14 gün çəkirdi. Bu 14 gün az müddət deyil. Gəlin başlayaq. Folikul partlayan günü, yəni 14-cü gün partlayan gün, 4 mayalanan gündən 4-5 gün başlayırdı. Nə eləməyə? Bu zigot bölünə, çox üzrə bir şeymə çevrilirdi. 4 gün burada gəlirdi, çirklər bunu itəliyə, uşaqlığı itəliyirdi. 2 gün də burada sərbəst qaldı. Neçə gün elədi? 6-7 gün. 2 gündən sonra da implantasiya olundu. Yəni immunun mayalanan gündən etibarən 6-7 gündən sonra implantasiya baş tuturdu. Axı biz dedik uşaqlar sarıçın 14 gün çəkirdi. Bu proses 7 günə reallaşırdı. Tam ortasında reallaşdı. Aydındırmı? Demək cümlə düzgündürmü? Düzgündür. 3-ə baxırıq. Y fazası, yenə deyirəm, ay başdan sonraki fazı bərpa dönəmidir. Sonu uşaqlığın divarı maksimum qalınlığa çatır. Dedim səhv idi. Ən sonuncu Z-də idi. 4-cü varianta baxırıq. X fazası birinci mərhələ idi. Cift formalaşır bilər. Xeyr. Cift nə zaman formalaşırdı? Mayalanma baş tuturdu. Bəli, mayalanma baş tuturdu. Və nə zaman? 2-ci ayın sonundan, düzdürmü? Bir ay müddətində 3-cü ay. 4-cü aya qədər bir ay cift yaranır. Geridə qalan 6 ay isə cift hormon olaraq fəaliyyət göstərir. Yəni, qana müvəqqəti hormon ifraz edirdi. Aydın oldu mu? Yəni, bildirsə cift bu mərhələni görməzdi. Sonra 5-ciyə baxırıq son olaraq nə deyir? 13 yaşlı qızda Z fazası maksimum 78 həftə çəkir. Gəlin buna biraz detaylı, diqqətli olaq uşaqlar. 13 yaşlı qız maksimum deyirsə, dedim axı, qızlar ya 10 yaşından ya da 12 yaşından. 10 yaşından 12 yaşından. Əgər qız 10 yaşından aybaşıya başlayıbsa, bu deməkdir artıq qız 3 ildir folikul yaradır. Yox, əgər minimum deyilsə, 12 yaşından başlayır. 13-dən də 12 çıxan necə qalır? Demək, qız 1 ildir folikul yaradır. Axı, mən demişdim, 1 ildə 28 günlük ortalama rəqəm ilə 13 folikul deməkdir. Biri vurduq 13-ü, elədi 13 folikul. Lakin 3 il max fazadır, yəni max müddətdir deyənə, 3-ü də 13-ə vuracaqsınız, neçə eləyəcəkdir? 39 folikul yetişdirəcəkdir. Yəni maksimum neçə folikul yetişdirə bilərik? 39. Düzdürmü? Və nə demişdim? Hər folikulda da 2 həftə sarı sim çəkirdi. Düz deyilmi? Sarı simin fazası nə qədər önəmdir? 2 həftə. Demək, 13-ü minimum dediyinə görə 2-yə vuranda neçə eləyəcək uşaqlar? 26 həftə eləyəcək. Düzdür? Minimumdan. Lakin 39 folikul nə deməkdir? Yəni, hər folikulda 2 həftə çəkmirdimi? 39-u da vuracaqsınız 2-yə. Bu neçə eləyəcək? 78 həftə sarı cisim. Aynı oldu mu? Başa düşdünüz? 30. Toplu 2, 30. Sağlam qadında sarı cisim fazlarının davam etmə müddəti 140 gün çəkib. Normada 14 gün idi. 140-ı da 14-də böləndə eləyir 10 sikl. Yəni 10 dənə folikul partlayıb, düzdürmü? Bu müddət ərzində, yəni 10 ay deməkdir həm də, yəni 10 dəfə sikl baş verir. Bu müddət ərzində qametogenezin yetişmə mərhələsinin sonunda əmələ gəlmiş yönədici cisimciklərin sayını müəyyənləşdirir. Uşaqlar, gəlin bir şey deyək. Mən demədim mi, hər ay başı da 14 gün idi. Hər 14 günə bir folikul yetişir. İndi düzdür, biz hələ ontogenezdə ilə qametogenez mərhələsini keçməmişik, amma xatırlatma edirəm. Yumurta hüceyrənin əmələ gəlmə prosesi avogenez adlanır. O, yumurta genez mərhələ deməkdir. Yəni, bölünmə 3 mərhələdən gedir. Çoxalma, böyümə, yəni sonra yetişmə mərhələsi. Və sonuç olaraq deyim, çünki hələ ontogenezi çatmamışam. Bir hüceyrə bölünməyə başlayanda, ondan sonunda 4 dənə hüceyrə yaranır.
Bu hüceyrələrdən biri yumurta sayılır haploid xromosom dəstə. Çünki bunun sayısı çoxdur, yəni bu mayalanacaq və bundan orqanizm inkişaf edəcək. Lakin 3 dənəsi xromosom sayına və DNT-sinə görə fərqlənməsə də, amma ölçü baxımından, yumurta sarılıq baxımından bunlardan əməlli başlı kiçikdir. Yəni bunlar mayalanmır. Mayalanmır. Çünki yenə yumurta sarısı azdır. Mayalamanın getməsi üçün və rüşemin sonraki inkişafı üçün yumurtada müəyyən miqdarda sarılıq olmalıdır. Yəni belə çıxdı ki, bir hüceyrə bölünməyə girəndə ondan özü qədər yumurta hüceyrə, amma 3 dəfə artıq yönəlici cisim yaranır. Mən demədim hər ay başıya 14 gündür. 140 gündə sarı cisim olanda 10 yumurta deməkdir. Düzdür? 10 yumurta. 11 yumurtadan əgər 3 dənə yönəlici cisimcik yaranırsa, 10 vur 3 nə qədər eləyəcək? 30 dənə yönəlici cisim olacaqdır. Aydındırmı? Belə. Demək oldu 30. İndi gəlin, mən həmin sualın biraz aşağıda başqa bir dəyişmiş formasına baxaq. Deyir ki, yenə eyni məsələdir, yenə 140, yəni 140-ı böldük 10-a, daha 14-ə, elədi 10 dənə folikul, yəni 10 ay başı. Deyir, əmələ gələn yönəlici cisimciklərdəki autosomu tapaq. Uşaqlar, mən bayaq sənə dedim. Dedim axı, bunların xromosom dəsti N və S-dir. N xromosom da S DNT sayıdır. Axı, normada bilirsiniz ki, mən bayaqlar nə vurğuladım? Dedim ki, bizim yumurtalımızın xromosom dəsti 22X-dir uşaqlar. Autosomu neçədə nə idi? 22. Yazıram ki, bir yumurta hüceyrənin bölünməyə girəndə 3 dənə yönəlici cisimcik yaranmırdı mı? Bəs 10 dənə girəndə nə qədər oldu? 30 dənə yönəlici cisim yarandı. Düzdürmü? 30 dənə o balaca şariklər vardı ondan. Və hər bir yönəlici cisimin autosom xromosom dəstin 22 idisə, bəs 30 dənə yönəlici cisimin autosomu nə qədər olacaq? 30 vur 22. Yəni nə qədər olacaq? 660 xromosom. Yəni autosom xromosom sayı. Aydın oldu mu?